Cənab Ali Başkomandanın döyüş əmri ilə başlanan müharibədə məhz Ramin kimi qəhrəman övladlarımız tarix yazdılar, başımızı uca elədilər. Azərbaycan torpağımızın bütövlüyünü, suverenliyini bərpa elədilər. Ona görə də biz məhz şəhidlərimizə borcluyuq. Azərbaycanın bugün üçün, Azərbaycanın dinamik inkişafı üçün onların ruhuna borcluyuq. Raminin atasının, anasının, yaxınlarının, əzizlərinin qarşısında baş əydik ki, vətənə belə bir övlad yetişdirib, başımızı uca elədilər, tarix yazdılar həqiqətən də. Və bugün onlar qürurludular ki, məhz belə bir övlad yetişdirib, vətənə bəxş edirlər. Cənab Prezident Ali Başkomandanın dediyi kimi, nə qədər də o vaxtda silahlarımız çox olsa da, texnikamız çox güclü olsa da, əsas faktoru, yəni canlı qüvvə olub, məhz Ramin kimi övladlarımız olub ki, onlar tarix yazdılar, erməni quldurlarının layiqli cavablarını verərək torpaqlarımızın bütövlüyünü bərpa edərlər. Bir daha şəhidin yaxınlarına, əzizlərinə başsağlığı verirəm. Bir daha müharibə olmasın vətənimizdə. Allah rəhmət eləsin cəmi şəhidlərimizə. Sağ olun. Ziyarətinizi edə bilərsiniz. Təşəkkür edirəm mən də sizə. Bugün gəldiniz, ailəmizin yanında oldunuz. Allah var eləsin sizləri. Və digər nümayəndələrdən məktəb müəllimimiz buradadır, şagirdlər buradadır. Təşəkkür edirəm. Yaxınlaşın, zəhmət olmasa. Gəldiyiniz üçün təşəkkür edirik. Hörmətli qonaqlar. Gözümüzün önündə böyüyen şəhidimizdir. Çox sakit, təmkinli, vətənpərvər bir şagird idi. 44 günlük Vətən müharibəsində, ikinci Vətən müharibəsində ön cəbhələrdə vuruşub. Bütün döyüşlərdə layiqincə iştirak edəndən sonra Şuşa uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. Hal-hazırda biz bu torpaqda rahat yaşayırıq. Biz bütün ömrümüz boyu şəhidlərimizə borclu oluruq. Artıq 5 ildir ki, Qarabağ işğaldan azad olunur. Məhz bu şəhidlərin sayəsində biz bu sevinci yaşayırıq. Allah bütün ölən şəhidlərimizə rəhmət eləyir. Qəbirləri nurla olsun. Onu boya başa yetişdirir, valideynlərinə təşəkkürümüzü bildirir ki, belə bir övlad yetişdiriblər. Biz bugün həm qürur, həm sevinç hissi yaşayırıq. Sevinç hissi odur ki, torpaqlarımız azad oldu. 30 illik həsrətə son qoyuldu. Qürur ki, belə igidlərimiz yetişdirmişik. Məhz bu igidlərə görə biz qürur buyuruq ki, yəni vətən torpağı bu igidlərin sayəsində düşməndən azad olundu. Bütün şəhidlərə Allah rəhmət eləsin, ailərinə səbir diləyirəm. Qazilərdə Allah kömək etsin. Sizə də təşəkkürümüzü bildiririk ki, bizim tədbirlərdə iştirak edib işıqlandırılsınız. Allah razı olsun sizlərdən. Elə sizin şagirdləriniz də gəlsin, şəhidimizin məzarının ətrafında dayanıb şeirlərini ifa eləsinlər. Gəlin bura. Kimlər şeir səsləndirəcəksə gəlsin, dayansın burada. Sıra ilə. Gəl. Kimlər şeir deyəcək, onlar səsləndirsin? Döyüşlerde önde giden, hayatına vida eden, doğma yurdu kurban giden şehidlere selam olsun. İller öpse o illerden, adınız düşmez dillerden, yeni nesillerden şehidlere selam olsun. Şehitler ölmezler, hamının bir sözü var. Kuşluk ayalarında ayağının izi var. Seninkine oğullar, vətənə can dediler. Qarabağda dökülür kanlara, kan dediler. Başımızın tacısı, ne kadar ki var biz. Ant olsun o ayağa, sizi unutmayız biz. Şehitlik son zirvedir, bu adalet sesidir. İgid kimi döyüşmek cesaret zirvesidir. Aferin sizə. Təşəkkür edirəm. Buyurun. Bu gecə bir xanım zəng vurdu mənə, titrəyən səsi ilə söylədi belə: ay xanım, mənim də həyat yoldaşım can qurban edibdir axı bu ilə.
O da vətən üçün keşikdə durub, hər anı sərhəddə, səngərdə keçib. Döyüşlər zamanı dönməyib geri, özünə şəhidlik zirvə seçib. Sevincin, nurlanın gözləri yolda, ata həsrəti ilə yaşayır hər gün. Bilirsiniz nə qədər əzab çəkirik, mənası qalmayıb bu fani ömrün. İstərəm mənim də şəhid yanımdan kitablar yazıla, şeir yazıla. Bütün tədbirlərdə şəhid ramindən danışa bilməyə xeyli söz ola. Dayanıb səhnədə şəkilləri ilə adını qızılla çəkən milləti, o ki vətən üçün keşikdə durub, şərəfli yolundan dönmədi qəti. Əhsən. Təşəkkür edirəm və bu şeirin müəllifi mənəm. Qəhrəman şəhidimizə bir neçə gün bundan əvvəl həsr elədiyim şeirdir. Əlimizə təşəkkür edirəm. Belə tədbirlərdə şagirdlər fəal iştirak etməlidir. Çünki bugün biz müharibəni görmüş xalqıq. Biz o dəhşəti yaşamış xalqıq. Zəfəri yaşadığımız kimi o pərdənin arxasındakı əzab əziyyəti də yaşamış xalqıq. Hər şəhid tabutu gələndə anaların